Ona göre Şah İsmail Xətai hakkında bilməlisiniz ki, o sıfır nodul siz. O sıfırdan bir imperiya kuran adam idi. Şah İsmail Xətai yeniyetmə yaşlarında müxtəlif tayfaları birleştirip 16. əsrin əvvəllərində Səfəvi imperiyasının təməlini qoyub. O təkcə hökmdar değildi, həm də şair və döyüşçü idi. Şah İsmail az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq, zəngin və çox cəhətli bir irs yaratmışdır. Onun hakimiyyəti dövründə Azərbaycan dili nəinki hakim ədəbi dilə çevrilmiş, eyni zamanda dövlət dili səviyyəsinə yüksəlmiş, diplomatik yazışmalarda istifadə olunmuşdur. O, 36 yaşında dünyadan köçmüş, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırmış, onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırmışdır. Onun uzaq görənliyi və xarizması parçalanmış bir bölgəni güclü bir sülaləyə çevirdi və tarixi əbədi olaraq formalaşdırdı. Növbəti dəfə uşaqlarınıza qəhrəmanlıq nağıllarından danışanda Şah İsmail Səfəvidən, əfsanəyə çevrilən bu insandan danışın.